Dəvəçi rayonuna xoş gəlmişik. Yaşasın Dəvəçi rayonu. Bakıda neft sənayesi ya meydana gələndən sonra burada bazar əmələ gəlib. Ora Dəvəçi demirdilər, bu ətraf kətlər indi bazar deyir. Sonra bazarın adını qoyublar Dəvəçi bazarı. Rayon mərkəzi olandan sonra olub Dəvəçi. Dəvəçi deyəndə istər-istəməz dəvə, yəni, amma ki burada dəvə yoxdur. Dəvəçi elə oradan götürülüb. Dəvə. Dəvə sözündən götürülüb. Deməli, Şirvandan dəvələrlə gələrlərmiş. Bu tərəfə, Dərbəndə, Dağıstana gedərlərmiş. Gedəndə burada kərvansaralar olub. O dəvələr burada demək gecələyərmiş, sonra səhər durub gedərlərmiş. İndi ondan əlavə bizim Dəvəçidə keçmişin Şabran şəhəri olub. Şabran? Şabran şəhəri, bəli. O, Şabran çayının ətrafında yerləşir. Təxminən Gilçaya qədər davam edir. İndi biz bu çənin dumanın içində gizlənən Çıraq qalaya gedirik. Sən sözlərin bilmirəm. Çıraqqala tərəfə gedirik. Yəqin ki, siz də ora gedirsiniz. Bizə yolu göstərin də. Yoluna siz gedirin. Maşınla getmək yaxşı olan at yaxşıdır. Verirsiniz atınızı sürün. Onda gəlin dəyişək. Siz mənim maşınıma, mən sizin atınıza. Mən sizin maşınınızı sürənlərə. Niyə? Bacarmıram. Mən öyrədərəm. Nə oldu? Siz də mən at sürməyi öyrədərsiniz. Gəlib çıxdıq məşhur Çıraqqala ətəyinə. Ətəyinə, ha? Dünən biz nə qədər cəhd etdiksə, Çıraqqalaya qalxa bilmədik. Duman, çən, yağış buna imkan vermədi. İnşallah bugün çalışacağıq ki, o zirvədə sizinlə görüşək. Dərələr, təpələr, çaylar, suları keçdi. Axır ki, gəlib Çıraqqalaya çatmadı. Gəlib çatdıq. Ay Allah, hələ tam çatmamışıq.
Dəvəçi keçmiş Quba qəzasının bir bölgəsi olub. Dəvəçinin özündə Prisov oturardı. 1930-cu ildə Sovet hökuməti tərəfindən rayonlar ayrılanda Dəvəçi bölgəsi də ayrıldı. O vaxtı Dəvəçinin ərazisi geniş idi. İndiki Siyəzən rayonu, Quba rayonunun o Xaltan mahalı, bunlar hamısı Dəvəçinin üstündə idi. Dəvəçi ərazi cəhətdən böyük rayonudur. İndi onun ərazisində 2 rayon əmələ gəlir. İnsanların ilk yaşayış məskənləri Dəvəçidə tapılıb. Orta əsrlərin ilkin dövrlərində bura Dəvəçinin yerində Şirvan şəhəri olub. Yaşıl meşələrin uca dağların, kəklikli bağların, axan çayların, qədim tarixlidir qədim Şabranı, nəğmələr qoşuram sənə Dəvəçi, gəzib dolansan da bütün dünyanı, nəğmələr qoşuram sənə Dəvəçi. Bir yanı Çıraqala, bir yanında Bütün bu dərələr, yamaclar, keçilə bilən yerlər hamısı bağlanılıb. Bu əsasən başa çatdırılıb Sasanilərin dövründə. Sonra bu səddlərdən ərəblər də belə faal surətdə, müvəffəqiyyətlə istifadə ediblər. Məsələn, ərəb canişini Cora, bəzi tarixçilər deyir ki, Coratda oturub. Corat onun adındandır. Hələ deyil. Cora elə burada oturub. Bəlkə də bu qala Coran adı iləndir. Ancaq buranın adı Çıraq qala deyil, Çaraq qaladır. Bu təpənin o üzündəki kəndin də adı Çaraq kəndidir. Çaraq sözü Fars dilində qaya deməkdir. Qaya. Bu bir. Bura əslində ən uca qayadır. Sonra Tat dilində qaya qala. Sonra bura təkcə qala deyil, bəlkə deyəsən Səddi Qoruq qalasından başqa bura yaşayış məskənidir. O Dəvəçidən aşağı gördüyünüz böyük düzənlikdə ahali yaşamayıb bu vaxtı. Əsas kəndləri bu meşə təklərində olub. Samur Dəvəçi kanalı çəkiləndən sonra ahalinin demək olar ki, əksəriyyəti düşüb aşağı. Bura ən qədim qalalardan biridir. Bu qalanın suyu da bol olub. Bunun arxasında da çoxlu bulaqlar var. Aşağısında da ki, bilirsiniz, mineral su çıxır. Hə. Belə bir mövqedə olan müdafiəsi çox möhkəm bir yerdir bura. Hal-hazırda Qalaltı su mənbəyindəyik. Qalaltı mineral suyu məşhur Naftusiya tipli sulardandır. Əslində bu su minerallığı zəif olan sudur, lakin tərkibində neft mənşəli üzü maddələr saxlayır. Elə buna görədir ki, yəqin bu iki bulaq, bir yanda neft axan bulaq, ikinci tərəfdə isə məşhur mineral su olan Qalaltı suyu çıxır. Yerli hələ bundan uzun illərdir ki, müalicə məqsədilə istifadə edirlər. Nə kimi müalicələr? Əsasən oynaq xəstəliklərində, dəri xəstəliklərində istifadə olunur. Qalaltı suyu əsasən maddələr mübadiləsini tənzimləyən bir sudur. Ona görə də bu böyrək daşı xəstəliklərində, öd yollarının daşı xəstəliklərində maddələrin mübadiləsinin pozulması ilə nəticələnən digər sidik ifrazat sisteminin xəstəliklərində müalicə kimi istifadə olunur. Deməli biz bu sudan içək, böyrəklərimiz daş varsa düşəcək. Bəli, heç bir cərrahi əməliyyat olmadan burada minlərlə adamlar hər il gəlib müalicə oluna bilirlər. Sumqayıtdan, Dərbəndəcən ən yaxşı musiqiçilər Dəvəçidən çıxır. Bura Bakı deyil, Dəvəçidir. Və işıq saçan evlərin birindən qulağımıza zurna sədası gəldi.
Nəinki rayonlarda. Şəhərin özündə də zurnasız toy keçirirlər. O qədər zurnada məlahət var ki, doğrudan da keçmişdən xəbər verir. O keçmiş qanımızda olduğu üçün elə bil ki, damarlarımızdan axı gəlir o. Zurna deyəndə zorxana mənasında götürülür. Öz də ən çox müharibə illərində istifadə olunan alətdir. Misal üçün deyək ki, cəngi melodiyası, qəhrəmanı melodiyadır. Cəngi melodiyasını əvvəl deyək ki, bir dağın üstünə çıxıb, musiqiçi, sənətkar, orada bir kargah gəlişir, Demək, xəbər verir ətrafa, bütün millətə, cəmaata ki, bəs ay cəmaat yığışın, bura nəyəsə var. Bəli, yığışırım. Yığışandan sonra yavaş-yavaş başlayırlar, demək, cəngi, savaş meydanı tərənnüm etməyə. Ki, bəs xəbər verirlər musiqi aləmi ilə ki, bizi təhlükə gözləyir, demək, qonşu düşman bizim üstümüzə hücuma keçir və ona görə də biz hazırlaşmalıyıq, qüvvəmizi toplayalmalıyıq və onlara qarşı savaşa girməliyik. Və bu zamanda demək, cəngi melodiyası başlayır. Cəngi sədası altında. Sonra ümumiyyətlə çox qədim isnad edilir. Zurnanın keçmiş qədim melodiyaları var. Onları ifa etmək, onları xalqa çatdırmaq, bu elə özü böyük bir şeydir. Bizdə ümumiyyətlə 59-cu ildən demək olar ki, kiçik həcmdə zurnaçılar ansamblı təşkil edilmişdir. Mən rəhbərliyimdə. Ondan sonra get-gedə həvəskarlarımızın sayı artdı. Belə oldu ki, gətirib biz 16-ya qədər çatdırdım kollektivi. 16-ya qədər çatdırdım. Kollektivimiz Respublikanın tədbirlərində çox yaxşı müvəffəqiyyətlə çıxışladılar. İnandırım ki, dəfələrlə festivalın lavəti olublar. Yaxşı sənətkar olmaq üçün, yaxşı sənəti sahib olmaq üçün gerək nə isə Allah tərəfindən sənə bir qüvvə verilsin. Bir qüvvə verilsin. Həmin qüvvənin əsasında da sən hərəkət eləyərsən və nə isə meydana bir şey çıxardırlarsan. Keçmiş dəvəçi ilə indiki dəvəçinin arasında böyük fərq var. Ahalisi demək olar ki, xeyli inkişaf edir. Mədəniyyət incəsənət sahəsində da
Rayonumuz hələ öndə gedir, yaxşıdır. Bizim Dəvəçi cəmaatı mən deyə bilərəm ki, çox mehriban cəmaatdır. Çox gülərüzlü, alnı açıq cəmaatdır. Qonaqpərvər cəmaatdır. İndi bəlkə də hamısı elə ola bilməz, ona söz yox. Bunu hamısını şamil etmək olmaz, ona söz yox. Lakin əksəriyyətin deyə bilərəm, 80%-ni deyə bilərəm, 70%-ni deyə bilərəm ki, elədir, qonaqpərvərdir. Mən görürəm qaranlıqda gələni, gəlib əndə şirin canı alanı. Dərdli Kərəm, burada söylər yalanı, ha belə gördüm gözəllərin işini. Al sənə bir gül bağışlayayım, bu qalanın gülüdür. Sağ ol, mən də gəlin sizi öpüm. maçı. Çox sağ olun. Bir əl sallayaq hamı. Öp. Fəth etmədiyimiz neçə zirvələr var.